Herkese salam. Gəlin OTK-nın keçirdiyi ingilis dili buraxılış sınav imtahanının 11 sınıfın suallarına baxaq. Deməli, başlayıram 56-cı sualdan. Bizdən düzgün məchun növünə bağlı cümləni seçməyimizi istəyir. Cümləmizə baxırıq. Birinci ki, mübtədamız Z-dir. Mübtədanı atmalıyıq. Tamamlıq isə xəbərdən sonra gələndir. Yəni, debric olacaq bizim tamamlığımız. Ona görə B və C-ni çıxırıq. Cümlə tamamlıqla başlamalıdır. Cümləmizin zamanı indiki davam edici zamandadır. İndiki davam edici zaman məhcula keçəndə are being formasında olur. Və burada da biric, yəni tamamlıq təkdə olduğu üçün biz are yox, is-dən istifadə etməliyik. Deməli, is repeat yanlışdır, çünki being yoxdur, was yanlışdır. Zamana görə doğru cavab olacaq E variantı. Tamamlığı əvvələ qoyuruq, keçən il dağıdılan körpü. Burada last year, yəni tamamlığın tərkib hissəsi kimi gelir. Və is being repeat isə təkdə indiki davam edici zamanı məhcul formasıdır. Am, is, are, üstə gələk being, üstə gələk feilin üçüncü forması. Biric də təkdə olduğu üçün is yazmalıyıq. Daha sonra baxırıq ki, burada bir feil var. Yəni tədqiqatçı eksperimenti deməli nəzərə aldı diqqətlə və diqqətlə və dəqiqliklə. Burada hər ikisi feilə aiddir deyə zərf olmalıdır. Olacaq carefully and accurately. B-də sifətdir, C-də sifətdir. Daha sonra sifətdir, burada da sifətdə olmaz. İndi baxırıq, deməli, biz 58-ci suala. Daniel isn't a person who enjoys getting up early in cold mornings of winter. Daniel soyuq qış səhərlərində erkən oyanmağı sevən, bundan zövq alan bir insan deyil. Deməli, person sözü təhdid edir, qarşısını boş qoya bilmərik. Samitlə başlayır deyə əllə işlənmir. Və biz baxırıq ki, cold mornings. Mornings cəmdədirsə article E qoyanmalıyıq. Cavab olacaq B variantı. Həm də burada konkret bir insandan, Daniel'dən danışır deyə biz elə bir şəxs sözü onu təyin etdiyi üçün person sözün qarşısına Z qoyuruq. Gəlin yenə düzgün cümləni seçirik. 59-a baxaq. 59-da deməli uzlaşmadır. Number of-un xəbəri cəmdir, mübtədası da cəmdir. Bir doğru. Bir olmayanları çıxaq. Number of-un mübtədası cəmdir, xəbəri tək olmalıydı. 2-ni çıxaq. Of-dan əvvəlki cəmdir, xəbər də cəmdir. Tamam, 1-3 düzdür zaten. Problems cəmdirsə həz yox, həv olardı. Ona görə elə cavab B qaldı. Deməli, qayıdış əvəzliyidir. Qayıdış əvəzliyimiz ya mübtədə tamamlıqla uzlaşır. Scientist alimdir. Deməli, carried out the entire experiment without any outside help. Yəni, kənar heç bir kömək olmadan alim tamamilə bu təcrübəni özü davam etdirdi. Zem servis olmaz. Biz baxırıq deməli alim sözünə, həm üçüncü şəxsin təkindədir. Həm kişi ola bilər, həm qadın. Cavab olacaq 1-4. Yəni C variantı. Burada mübtədə ilə uzlaşır sırf. İndi baxaq 61-ə deməli. Deməli, biz bilirik ki, gələcək zamanla baxın, bütöv bir cümlədə, yəni keçmiş zaman uzlaşmır. Daha sonra gələcəklə indiki bitmiş uzlaşmır. Keçmişlə indiki bitmiş uzlaşmır. Ancaq since olsaydı uzlaşardı. Deməli, gəlin indi B ilə C-yə baxaq. He was coming home early, rested from 5 till 6 and then worked the whole evening. Yəni o evə gəlirdi, işlədi 5-dən 6-ya kimi və sonra istirahət edirdi və sonra işlədi. Gəlirdi yox, gəldi olmalıdır. Paralel zamanlardır. Gəldi 5-dən 6-ya kimi işlədi və sonra bütün axşam istirahət etdi. Və daha sonra bütün axşam işlədi. C variantı. Yəni B-də artıq zaman uzlaşması pozulur. Hərəkətlər üçü də eyni ardıcıllıqla olmalıdır da keçmiş sadədir. Uncountable sayılmayan isimlərdir. Bıçaq sayılır. Cousin sayılır. Maral sayılır. Əlbəttə ki, job da sayılır. Amma ev tapşırığı, uğur, şans, qızıl sayılmır. Yəli hala baxırıq. Deməli, burada ing var. Özündən sonra feil yoxdur ki. Deməli, bu elə feildir. Got feildir. Yəni, yəli hal deyil. Okay, let us yəli hal deyil, amma at the bakers var. Düzdür. Apostrof etsən üzəri. Burada child deyə quruluş yoxdur. Bunun cəmi children'dır. Baxırıq, who is-də yəli hal deyil. Definition. To suggest an idea for people to think about. İnsanlara, deməli, haqqında düşünə biləcəyi bir ideya təklif etmək. Elə propose da təklif etmək. Provide təchiz etmək, refuse rədd etmək, apologize üzr istəmək olmaz. Deməli, gəlin baxaq. Biz bilirik ki, worddan sonra else yaza bilirik.
Amma more yaza bilmirik. Deməli, else-dən sonra isim gəlmir. Then what else are you going to take with you? Özünlə başqa nə aparırsan? Daha nə aparırsan? Deyir, biraz pul götürdük, biraz çox. Some more money, okay, olar. Suitcase isə cəmdədir. A little cəmdən işlənmir, qaldı if you. Məncə asan suallardır, kifayət qədər. Deməli, but varsa ziddiyyət olacaq. Gəlin baxaq. Eyni zamanda olmalıdır. Deməli, must-dan sonra to gəlmir. Elə gəlin bunu çıxaq. Shouldn't yaxşı yazıbdı, amma burada have to yazardı da modal fiil kimi. Out'un to'su yoxdur. Burada had'in to'su yoxdur. Elə deyildi. Onlar bilet almaq üçün növbə gözləməlidir, amma biz yox. Əgər have has to, bir də had to keçmişdə modal fiil isə onun inkarı didn't-dan düzəlir. Deməli, by the time bitmişlərin zamanıdır. Biz də baxırıq ki, elə burada uyğun cavab deməli, by the time Helen got home, mother had cooked the dinner. Yəni, Helen evə çıxana qədər ana artıq yeməyi çoxdan bişirmişdi. By the time olan yerə keçmiş sayda yazılır. O biz səhvə keçmiş bitmiş yazılır. Of all üstünlük dərəcəsidir. Interestingdə çox hecalıdır. Elə most interesting olacaq. Yəni, kitab mənim sahib olduğum kitablar arasında ən maraqlısı deyə düzgün cümləni seçin. Deməli, bu da uzlaşmadır. Polis cəmdə have decided cəmdə. Elə budur da. Deməli, there are two theatres olmalıydı. Cəmdədir mübtəda. Ad yox, burada iz olardı. Each of-un xəbəri təkdə olardı. Research təkdədir. Söz önünə qədər olan hissəyə baxsın. Söz önünə sonraya baxmırın. Həz olmalıydı. Deməli, ofludur. No ofla işləmir, evli ofla işləmir. Bostan all ofla işləyəndə xəbər cəmdə olur. Ona görə də each of-dur. Each of-dur, xəbər təkdə olan. Cümlə qurmalıyıq deməli. Gəlin nəzər yetirək. Allows yəni xəbərlə cümlə başlamır və nəqli cümlədir. Deməli, 4-ə baxaq. Literature allows deməli readers to learn from other people is mistakes. Yəni, bu biraz uyğun gəlir. İndi mistakes gəlin bir dənə baxaq. Allows readers to learn the lessons. Literature from other peoples. Bu olmaz. Deməli, from Azərlə cümlə başlamaz. Heç allows, altı nə idi? Allows'la başlamaz, elə budur. Literature allows, deməli, readers, yəni ədəbiyyat insanlara imkan verir ki, to learn from other people's mistakes. Digərlərinin səhvini öyrənmə imkanı verir. Gəlin, indi mətnə baxaq, uzun bir mətindir. Halima Aydın's story is full of determination and courage. Deyir ki, Halima Aydın'ın hekayəsi qətiyyət və deməli, cəsarət də oldu. Mən yenə bütün hekayəni seçəcəm deyəsən. O, qaçqın kampında doğulur Somaliya ailəsində və daha sonra 6 yaşında gedir ABŞ-yə. Yeni həyat, yeni ölkədə həyat çətin idi. Lakin ona deməli, gücü onun hər bir yolun addımından, üstəsindən gəlməyə kömək etdi və onu daha parlaq bir gələcək xəyalına kömək etdi. 2016-da deməli, Miss Minnesota ABŞ gözəllik yarışında hicabda olan görünən ilk iştirakçı idi. Onun bir özgüvəni və zərifliyi dünyanı cəzb etdi. Captivated. Daha sonra tezliklə o başlıca deyil modellik agency, yəni şirkəti ilə bir kontrakt, yəni müqavilə imzaladı və birinci deyil hicab geyən model oldu podiumlarda və görkəmli jurnallarda, dünyaca məşhur jurnalların üz qabığında göründü. Halima deyil çox çətinliklərlə üzləşdi, stereotiplərdən təzyiqə kimi moda dünyasında, dəb dünyasında. Həmçinin bununla belə o öz dəyərlərinə sadiq qaldı və sübut etdi ki, uğur deməli, doesn't mean losing one is individuality. Yəni, uğur kiminsə öz fərdiliyini itirmək mənasına gəlmir. Onun uğuru gənc insanları, cavanları böyük uğura, gərgin işə və heç vaxt öz inancından vaz keçməməyə, əl çəkməməyə doğru ruhlandırır. Bugün Halima deyir ki, müxtəliflik və qəbul üçün yəni qəbul haqqında danışmaq üçün öz səsini istifadə edir. Onun ruhlandırıcı hekayələri deməli, ambition güclü istək məqsəd, iman və davamlılıq göstərir və istənilən bir kəsdə, yəni onun hekayəsindən təsirlənən bir kəs
o maneələri aşa bilər. Və o sübut edir ki, insanlar öz xəyallarına nail ola bilər və digərləri üçün qapılar aça bilər. Deməli, mətn kim haqqındaydı? Əlbəttə ki, gənc qız necə stereotipləri qırdı, maneələri qırdı, dəf etdi və digərlərini ruhlandırdı. Lack of azlıq deməkdir, amma onun gücünün çoxluğu idi. Problemlər də modellərin üzləşdiyi xeyir. Kenyada oxuyarkən yaşadığı çətinliklər xeyir. Bir də gözəllik yarışmalarının tarixi xeyir. Əlbəttə ki, deməli, trunu, yəni düzü istəyir bizdən. Gəlin deməli baxaq, heç bir çətinlik olmadan, çətinliklərlə o model oldu. Deməli, gəlin baxaq, deyir ki, o milli geyim geyməmək üstünlük verir, səhvdir. Stop deyir, dayandı təzyiq təzyiqlə üzləşəndən sonra bu da olmaz. O birisində deyir ki, was the oldest participant. Oldest deyəndə ən qədim, yəni ən qədim deyil əslində, 2016-cı ildə birinci idi. O, hicabda çıxan birinci idi, ən qədim iştirakçı deyildi. Əlbəttə ki, güclü motivasiya və ümid var idi onun karyerası boyunca. 74-də deyil, hekayəsi göstərir ki, mədəni müxtəlifliyi ignor etmək, yəni saymamaq, xeyr. Sadəcə deyir, gözəllik, uğur qarantiya verən gözəllik müsabiqəni qazanmaq, əlbəttə ki, yox. Deməli, deyir, milli geyim maneədir, məqsədə çatmaqda, xeyr. Deyir ki, dəb karyerası həmişə asandır və problemsizdir, xeyr. Əlbəttə ki, müsbət variantı seçin də. Yəni, uğur istənilən bir insan öz dəyərlərində sadiq qalması da qazanıla bilər. Deməli, düzgün cavab istəyir. Onun karyerasına necə təsir elədi. Ondan sonra deməli oldu ondan sonra da dəstəyini itirməyə ali üzvlər. Heç belə bir cümlə yoxdur. Sonra stop working deyir, məcbur etdi ki, onu dayandırsın model kimi işləməyə yox. İlk dəfə 2016-cı ildə hicabda model olan ilk qadın idi. Bir də deməli, dünyada bəli, tanındı. 1-2. Elə adı. A person who takes part in something. 76 deməli paragraf 2-yə baxırıq biz. Participant-dır da əlbəttə ki. Take part ilə iştirak etməkdir. Bu da iştirakçıdır. İnsan çünki deyir, hardasa iştirak edən bir iştirakçı. To fascinate. Paragraf 2-dən yenə biz yazmalıyıq deməli. Gəlin baxaq, fascinate ruhlandırmaqdır da, inspire olar. Əlbəttə ki, inspire olar. Bir də 78-ə baxaq axırıncı olaraq. Halimə Aydənin deyir, uğuru gəncləri ruhlandırır. Use to, gəlin bir dənə baxaq. Used to deməli, dream big, used to deməli deyə bilərik də, think big yaza bilərik, yəni böyük düşünməyə. Sonra daha burada yazıldı ki, gərgin işləmək. Nətər yaza bilərik? And never give up their beliefs. Belief yerinə məqsəd yazmaq olar, yəni öz inancından da məqsəddən əl çəkməmək. Give up their goals da yaza bilərik deməli. Bu şəkildə yaza bilərik. Suallarınız olsa şərhdə qeyd edə bilərsiniz. Sağ olun.